Masallı İstisu Fatimə İzahə Şəfa Sanatoriyası da qədimdən bu günə qədər insanlara təbii şəkildə müalicə üçün xidmət edir. Demək olar ki, sanatoriyada artıq 160 yerlik kotejlər, ayrı-ayrı otellər, istisu müalicə vannalar, masaj otaqları, fizioterapiya, fizioterapiya otaqları, eyni zamanda yeməkxanalar və təbii hovuzlar, istisu hovuzları tikilib xalqın istifadəsinə verilmişdir. Bir nəfər 10 gün müddətində 400 manat ödəyib, həmin 400 manatı adam başı günü 40 manata düşür. 40 manat içərisində 3 dəfə yemək, səhər gün orta axşam, masaj, vanna, fizioterapiya, iqroterapiya, eyni zamanda gəzinti sanatoriya tərəfindən xidmət olunur. Mən bütün Azərbaycanda yaşayan insanları, xaricdə yaşayan Azərbaycanlıları, eyni zamanda xarici vətəndaşları dəvət edirəm Masallıya. Gəlsinlər, bu gözəlliyi görsünlər, bu təbii şəraitdən istifadə etsinlər, təbii müalicə olsunlar və öz sağlamlıqlarını bərpa etsinlər. Çıxışımın sonunda fürsətdən istifadə edərək demək istəyirəm ki, Azərbaycanın ümumi lideri Heydər Əliyevə minnətdarlığımızı bildiririk ki, bu gözəl dövləti qurdu. Azərbaycan dövləti qurdu, sabitlik yaratdı və bu sabitliyi uğurla idarə edən Azərbaycan prezidenti möhtərəm İlham Əliyevə çox sağ ol deyirik ki, o sahibkarların dostudur, o sahibkarların qarantıdır, o bu stabilliyin qarantıdır. Biz də prezidentimizə inanaraq öz kəndimizdə, öz elimizdə sahibkarlıq fəaliyyəti ilə məşğuluq və bu sahibkarlıq fəaliyyətində bizə dəstək olduğuna görə, bizə arxa olduğuna görə, bizə dayaq olduğuna görə Azərbaycan prezidenti möhtərəm İlham Əliyevə bir daha çoxlu minnətdarlığımızı bildiririk. Masallı istirahət zonası çox yaxşı istirahət elədim nəvələrimlə. Hər il gətirir. Hacı Xaliq bizi qoyub burada istirahət edirik, vannalar qəbul edirik, masajlar. Çox yaxşı zonadır istirahət eləməyə. Yaşlı insanlar üçün hər gün 3 dəfə yemək vaxtında verilir, çay verilir. Masaj olunuruq, isti suya gedirik, vannalar qəbul edirik. Çox yaxşı, fizioterapiya çox belə yaxşı qulluq edirlər. Həddindən artıq qocalara lap yaxşı hörmət olurlar. Mən huzurlarından gəlmişəm, İstisu Sanatoriyasına. Burada xidmətlər yüksək səviyyədədir, yeməkləri, müalicəsi, vannaları, insanları xoşüzdür, gülərüzdür və şirindirli insanlardır. 10 gündür buradayam mən. Hər cəhətdən razıyam, vannadan da, həkimlərdən də, yeməkxanadan, işçilərindən, yatdığımız istirahət yerimizdə hər şəraitimiz var. 10 gündür bu sanatoriyada istirahət edirik. Həqiqətən də çox gözəl, çox razıyıq. Hər şeydən, qiymətlərdən, müalicədən, kurslarımızdan, yeməklərdən, hamısından, elə bil öz evimizdəki kimi hər şey qaydasında, yeməklərimiz ləzzətli. Qulluq eləyənlər çox gözəl səviyyədə qulluq eləyirlər. Hamısından razıyıq. Allah onlardan razı olsun. İstisu ailəvi istirahət məkanı çox gözəl bir məkandır. Buraya Azərbaycanın müxtəlif bölgələrindən gələn insanlar üçün hər cür şərait yaradılmışdır. Buranın yeməkləri çox gözəl, təbiəti gözəl və səfalıdır. Müalicələr də yaxşıdır. Hər şey özlədir. Yeməklər də yaxşıdır, təmiz, yaxşı. Mən nə deyə bilərəm? Hər şey burada yaxşı olur. Mən
Abşeron rayonunun Qobu kəndindən. Hasiyə ilə gəlmişəm, burada sağalmışam mən. Çox sağ olun, Allah can sağlığı versin. Yeməyimizdən çox razıyıq, yatmağımızdan razıyıq. Xidmətdən 150% razıyıq, lap 200% razıyıq. Çox sağ olun. Burada aparılan müalicələr əsasən dayaq hərəkət sistemi xəstəlikləridir. Dayaq hərəkət sistemi xəstəliklərinin su, yəni həmin isti su vannaları vasitəsilə və fizioterapevtik üsullarla aparılır. Vannalarla müalicə ilə yanaşı biz fizioterapevtik xidmətdə aparırıq. Fizioterapevtik xidmətə aiddir, demək, aparatlar vasitəsilə fizioterapevtik əməliyyatlar aparılır, masajlar aparılır, müalicəvi masajlar, müalicə fizioterapevtik müalicələr aparılır. Burada xəstələr, demək, gələn xəstələr burada bizdə xidmət göstəririk, onlarda demək, lazımi göstərişlər veririk və onlar çalışırıq ki, burada yəni bizdən, bizim sanatoriyadan razı şəkildə geçsinlər. Ona görə də bu xidmət təkcə fizioterapevtik müalicə ilə yanaşı masaj, digər iynə batırma, sonra yəni dərman müalicələri də bəzən ehtiyacı olan xəstələrə aparılır. Dərman müalicələri də ehtiyacı olan xəstələrə eyni zamanda terapevtlər tərəfindən aparılır. Mən fizioterapevt kimi mən də həm fizioterapevtik üsullarla müalicə aparıram. Burada həm təbii amillərlə müalicə ilə yanaşı gözəl iqlimi, mikroiqlimi vardır. Buranın təmiz havası var, təmiz suyu var. Biz yəni gəlib burada həm özümüz istirahət edirik, həm də xalqa xidmət edirik. Gələn xəstələr bizə müraciət edirlər, Astraxan dostlar, radiokodlar, revmatizmalarına müraciət edirlər. Biz onlara bankalarla, vakumlarla, implikatorlarla müalicə göstəririk və isti su müalicəsi ilə gözəl bir əhəmiyyəti olur və o həmin xəstələrdən uzaqlaşırlar. Masaj kursu 10 gündür. 10 gün ərzində xəstə tam hazır vəziyyətdə olur. Heç bir problem olmur. Masajda istifadə olunur vakumlu bankalardan, istifadə olunur, sonra implikatorlardan istifadə olunur, əl masajları və aparatlardan istifadə olunur.